Bloqa dəstək üçün sualların izahına davam edirik. Qeyd edim ki, bu sualda Deyim 20 sınaq 3-cü qrup kitabından götürülüb və nisbətən çaşdırıcı sualdır. Ümumiyyətlə, blok suallarında daha da çox biz sualları oxuyarkən diqqətli olmalıyıq. Bu sualda həmin çaşdırıcı suallardandır. Kür çayı coşdu və ətrafındakı kəndləri sel apardı. Cümləsində, nümunəsindəki ümumi isimlərin hansı halda olduğunu ardıcıllıqla müəyyənləşdirin. Əgər bu sualda bizim gözümüzdən ümumi sözü qaçarsa, bu sualı səhv yazmış olacağıq. Fikir vermək lazımdır ümumi sözünə, ümumi isimlər. Əgər ümumi isimlər çıxırıqsa, onda biz buradan hansı söz çıxmalıyıq? Kür sözünü buradan çıxmalıyıq. Çünki bu cümlədə yalnız bir xüsusi isim var. Ümumi isimlər hansılardır? Çayı, kəndləri və sel. 3 dənə ümumi isim var və həmin isimlərində hallarını tapmalıyıq. Kür çayı dedikdə burada mənsubiyyətdir və bu söz adlıq haldadır. Çayı coşdu. Nə coşdu? Kəndləri sel apardı. Nəyi, haranı? Kəndləri, bu oldu təsirlik hal. Nə apardı? Sel apardı. Bu da sel sözü də oldu adlıq hal. Biz indi ardıcıllıqla düşsək, bu formada olur. Adlıq, təsirlik, adlıq. Burada da cavab C bəndinə uyğun gəldi.